Hava Yolları təqdim edir. Turne proqramının İsrail səfəri davam edir. İndi biz bu ölkənin çox məşhur bir bölgəsinə gəlib çıxmışıq. Bura Ölü dənizdir. Adı ölü olsa da, onun sularında balaca bakteriyalardan başqa heç bir canlı yaşamasa da, bir çox insanlar bura həyat dalınca gəlirlər. İsrail yaxın şərqdə yerləşir. 1948-ci ildə Böyük Britaniyadan müstəqillik qazanıb. Şimaldan Livan və Suriya, şərqdən İordaniya və Fələstin, cənubdan Misirlə qonşudur. Ərazisi 22.000 kvadrat kilometr. İnzibati mərkəzi Tel Əviv şəhəridir. Əhalinin sayı 8 milyon nəfər. İsraildə yəhudilər, ərəblər, druzlar yaşayır. Pul vahidi şekkeldir. Bir şekkel 27 qəpikdir. Vaxtilə insanlar Ölü dənizdə nəinki çimməyə, hətta ona yaxınlaşmağa da qorxurdular. Amma indi isə buralar insanlarla, adamlarla doludur və bura təkcə istirahət etməyə, çimməyə yox, həm də müalicə almağa gəlirlər. Uzun müddət elə fikirləşirdilər ki, Ölü dənizdə çiməndən sonra insanın dərisi soyulacaq, bədəndə dəhşətli yaralar açılacaq. Yalnız 20-ci əsrin əvvəlində Alman alimi Ulrich Zetzen bu yerləri ziyarət edərkən suyun analizini aparıb müəyyən etdi ki, buranın suyu nəinki ziyanlıdır, əksinə xeyirlidir. Ölü dənizin adı dəfələrlə qədim tarixçilərin əsərlərində və müqəddəs kitablarda çəkilir. Onun yaşı müasir alimlərin fikrincə 5 milyon ildən çoxdur. Kiçik bakteriyalar nəzərə alınmasa bu suda həyat yoxdur. Həyat necə olsun ki, 1 litr suda 350 qram duz var. Deyirlər ki, Ölü dənizin duzluluğunu ev şəraitdə yaratmaq üçün vannaya 3 kisə duz tökmək lazımdır. Əslində o dəniz deyil, göldür, amma hamı dəniz deyir bura. Havadakı oksigenin payı isə digər yerlərlə müqayisədə 15% çoxdur. Sübut olunub ki, Ölü dənizin isti iqlimi dəniz səviyyəsindən 422 metr aşağıda yerləşməsi və havada oksigenin çox olması ürəkdə əməliyyat keçirmiş insanlara faydalıdır. Ona görə bura gələn hər bir insan palçığı düz dəniz qırağından götürür və bədənə çəkir. 15 dəqiqə lazımdır ki, palçıq tam qurusun və öz xeyirli xüsusiyyətlərini insana bəxş eləsin. İndi Ölü dənizin sahillərinə bütün dünyadan minlərlə insan gəlir. Yahudilər bu dənizə Ölü dəniz demirlər. Onlar deyirlər, əgər insanlar bura müalicəyə gəlirlərsə, buradan əlac tapırlarsa, ona Ölü dəniz demək olmaz. Buna duzlu dəniz deyə adlandırırlar. Xilasedici peşəsi Ölü dənizdə faydasız işdir. Burada heç kəsi heç nədən xilas etmək lazım deyil. Bu dənizdə fırtınalar olmur. Köpək balığına rast gəlinmir. Batmaqsa mümkün deyil. Su o qədər duzludur ki, insanın bədəninə yapışır yağ kimi. Baxmaq qorxusu yoxdur, Ayaz, gəl. Qorxma. Azərbaycan dövlə. Dövlə ədvəli İttihad Suriyyəsi. Maraqlı odur ki, bir il bundan əvvəl mən İordaniyada olanda düz, bax o gördüyünüz o sahildə, oradaydım. Bizim qaldığımız otel bax burada yerləşir. İndi isə mən Ölü dənizin tamam o biri tərəfindəyim. Ölü dənizdə temperatur il ərzində 20 dərəcədən aşağı düşmür. Bura insanlar dəri xəstəlikləri zamanı yaxud ürəkdə əməliyyatdan sonra gəlirlər. Buranın sayəsində İsraildə əczaçılıq və kosmetik vasitələr istehsalı inkişaf edib. Çünki bu suda 26-dan çox mineral var. Bu şirkətin kosmetikasını dünyanın əksər ölkələrində yaşayan və özünə qulluq etməyi sevən qadınlar tanıyır.
Çünki bu məhsullarda Ölü dənizin palçığından və duzundan istifadə olunub. Qırx ilə yaxındır ki, İsrail Ölü dənizin duz və palçığını sənaye üsulu ilə hasil edir. Bu regionun bütün təbii sərvətləri aktiv surətdə istifadə olunur. Alıcılar mağazada olanda almaq istədikləri krem və balzamların hazırlanmasını öz gözləri ilə şüşə arakəsmədən izləyə bilərlər. Bu kosmetikanın xüsusiyyəti ondan ibarətdir ki, onu düzəltmək üçün insan yox, təbiət çalışıb. Burada pulu sözün əsl mənasında palçıqdan düzəldirlər. Əgər insan Ölü dənizə gəlməsə belə, bu məhsullardan istifadə etsə, onda elə bil ki, o elə Ölü dənizi ziyarət edib. Məhsullar sırasında dərinin təmizlənməsi, üz və əllər üçün sabun, şampun və arıqlamaq üçün gellər belə var. Ölü dənizin suyu ildən ilə azalmağa doğru gedir. Təxminən hər il 1 metr. 1900 və 1913-cü illər arası Böyük Britaniyanın müşahidə qrupu Ölü dənizə gəlmişdi və onun sularını, o həmin Ölü dənizin ətrafını tədqiq edirdi və o zaman onlar bax gördüyünüz kimi dənizdən 150 metr arada olan bir daşın üstündə bax belə xəttlər çəkmişdilər. Bu o demək idi ki, dənizin suyu bax o həmin o xəttə qədər gəlib çatırdı. İndi isə Ölü dəniz 150 metr buradan aralıdır. Əgər siz də Ölü dənizdə istirahət etmək istəyirsinizsə, Türk Hava Yolları vasitəsilə İstanbuldan keçməklə İsrailə gəlmək olar. Türk Hava Yolları bu ölkəyə gündə 3 dəfə uçur. Turne proqramını Türk Hava Yolları təqdim edir. İsrail Qüds şəhərini özünün paytaxtı elan edib. Amma beynəlxalq ictimaiyyət bu faktı qəbul etmir. Çünki Qüdsün statusu hələ də müəyyən edilməyib. Ona görə də bütün səfirliklər, diplomatik missiyalar İsrailin inzibati mərkəzi Tel Avivdə yerləşib. Tel Avivin 400 mindən artıq sakini var. Şəhərlə tanışlığı qaldığım otelin yaxınlığındakı 2-ci əl bazarından başlayır. Tel Avivin 2-ci əl bazarında hər nə istəsən rast gələ bilərsən. Evdə lazımsız olan bütün əşyaları bura dartıb gətiriblər. Burada alver edənlərin də əksəriyyəti keçmiş Sovet respublikalarından bura gələnlərdir. Dəmir pullar, kağız pullar, orden medallar, hətta şəkillər də satırlar burada. Satıcı mənimlə danışmaq istəmədi. Dedi, Rusiyada Elmlər Akademiyasında işləmişəm. Burada isə günüm qaradır. Yəqin günü qara olanı görməyim. Bus kan wachsen, wachsen Regen, Bus kan brennen in mit Herren. Tel Aviv şəhərinin yaşı o qədər də çox deyil. O 20-ci əsrin əvvəlində qədim Yaffa şəhərinin yanında yaranıb. Şəhərin ilk məhəlləsi Nevetzedek rayonu olub. Burada ilk tikililər inşa ediləndə Yaffanın əhalisi 40 min nəfər idi. Onlardan yalnız 6 mini yəhudi idi. Avropadan gələn yəhudilərə isə yaşamaq üçün yeni yerlər lazım idi. Ona görə də onlar Yaffanın kənarında məskunlaşmağa başladılar. Beləliklə Tel Avivin əsası qoyuldu. Nevetzedek rayonu Yaffa ilə Tel Aviv arasındadır. Bu torpaqları yəhudi iş adamları öz pullarını alaraq ev tikintisi üçün həmvətənlərinə paylayıblar. Keçən əsrin 70-ci illərində Nevetzedek rayonundakı köhnə binaları sökmək istəyirdilər. Amma axırda qərara gəldilər ki, buraları sökməsinlər. Əksinə, tarixi abidə kimi bərpa etsinlər. İndi bu məhəllə turistlərin gəzinti yeridir. Köhnə vağzal artıq işləmir, amma onu da qoruyub saxlayıblar. Xarici ölkələrdə yeni dəyişdirilən ərzaq məhsulları o qədər geniş yayılıb ki, insanlar bioloji cəhətdən təmiz, gen mühəndislərinin əlinə düşməmiş qida məhsulları axtarırlar. Çox vaxt belə tərəvəz və meyvələrin qiymətləri bazar qiymətlərindən daha yüksək olur. How are you? All this organic? Salam, bunların hamısı təmiz məhsullardır. You speak Russian? No? Limon? What is this? Celery. Celery. Tomatoes? Bunların hamısı organik məhsullardır. Bioloji cəhətdən təmiz. Heç bir GMO'lardan istifadə edilməmiş. Yeni dəyişdirilmiş məhsul yoxdur burada. Tel Aviv haqqında danışarkən 1-ci Dünya müharibəsindən sonra Avropada yaranmış yeni memarlıq üslubu Bauhausu xatırlamamaq olmaz. 30-cu illərdə Almaniyada nasistlərin hakimiyyətə gəlməsindən sonra bu ərazilərə
Yahudilərin böyük köçü başladı və onların arasında təbii ki, mühəndislər, həkimlər, müəllimlər və arxitektorlar, memarlar da var idi. Və o vaxtda Almaniyada dəbdə olan memarlıq üslubu Bauhausu onlar bu ölkəyə gətirdilər və Tel Avivdə 4000-dən çox Bauhaus üslubunda binalar tikildi. Bauhaus üslubunu bura gətirəndə Tel Aviv hələ yeni qurulurdu. Ona görə də şəhər qabaqcıl arxitekturanın üstünlüklərini nümayiş etdirmək üçün ideal bir tikinti meydançasına çevrildi. O binalardan bir çoxu artıq öz ömrünü başa vurub. Bir qismi isə hələ də qalır və şəhəri bəzəməyə də davam edir. Bauhaus üslubunda tikilmiş evləri yalnız Braziliyada, Almaniyada və İsraildə görə bilərsiniz. Bu evlərin simmetrik düz xətləri olur. Quruluşu elədir ki, bir balkon digər balkona forma verir. Burada iqlim nəzərə alınır. Günəş, külək, böyük pəncərələr, xüsusi nəfəsliklər qoyulurdu ki, külək evlərə dola bilsin. Evlər 2-3 mərtəbəli tikilir, küçələr dəniz sahilinə paralel olurdu. Belə binaların inşasında əsas məqsəd ucuz kütləvi yaşayış yeri əldə etmək idi. İndi bu binalar arxitektur abidə hesab olunur və onların sayəsində Tel Aviv Ağ şəhər adı ilə UNESCO-nun qorunan mədəni abidələr siyahısına salınıb. Rothschild bulvarında Tel Avivin ilk meri olmuş Meir Dizengoffun evi yerləşir. İsrail dövlətinin yaradılmasını bu binada elan ediblər. Dizengoffsuz şəhərin inkişafını təsəvvür etmək mümkün deyil. Dizengoff Tel Aviv şəhərinin atası hesab olunur. 1911-ci ildə o Tel Aviv şəhərinin meri seçiləndə burada 1000 nəfər adam yaşayırdı. 1935-ci ildə isə şəhər sakinlərinin sayı 120 mindən artıq idi. Bu da onun heykəlidir. İndi bu şəhərə baxanda inanmaq olmur ki, cəmi 60 il əvvəl Tel Aviv Caffa şəhərinin kənarındakı kiçik Neve Tzedek rayonundan ibarət idi. İndi bu iki şəhəri müqayisə etsək, Caffa və Tel Avivi. Caffa qoca müdrik ataya bənzəyir, Tel Aviv isə müasir, cavan, dəbdə olan oğula. Bu iki şəhər bir-birinə heç bənzəmir, amma bir vahid inzibati mərkəzdə birləşiblər. 21-ci əsr Tel Avivində megapolisə gərəkən hər şey var. Ticarət mərkəzləri, restoranlar, göydələn və geniş meydanlar. Tel Avivin dəniz sahili isə dünyanın ən gözəl bulvarlarından biri hesab olunur. Tel Aviv bulvarı 15 kilometr uzanır bütün şəhər boyu və gördüyünüz kimi müasir binalar, göydələnlərin yanında çimərliklər var. Çimən kim, serfinglə məşğul olan kim, şəhərdən kənara getməyə ehtiyac yoxdur. Yəqin siz bilirsiniz də, şabat yahudilərdə şənbə deməkdir. Rusların subota sözü də şabatdan götürülüb və şənbə günü yahudilərdə işləmək qadağandır. Bu dini kitablarda da var və şabata hazırlıq isə şənbə günündən yox, cümə günündən başlayır. Hamı gedir bazarlara, müxtəlif yeməklər alır və həmin günü heç kəs işləmir, hər tərəf bağlı olur. Turistlər, əgər bundan xəbər olmayan turistlər həmin günü durub görsələr ki, ciblərində pul yoxdur, pullarını heç cürə dəyişdirəməyəcəklər. Və mən də indi bunların məşhur bazarına gedəcəm. Yolda, dəniz qırağında qarşıma qədim məscid çıxır. Tel Avivin mərkəzində məscid türklərin zamanından qalıb. 1913-cü ildə tikilib, adı da Həsənbəy məscididir. O vaxtı bu ərazinin başçısı, türkləri tərəfindən olan başçısı Həsən bəy idi. Və gördüyünüz kimi indi bu məscid burada fəaliyyətdədir. Halbuki Tel Aviv əhalisinin, 400 minlik əhalisinin yalnız 3%-i ərəb müsəlmanlardır. Amma buna baxmayaraq məscid qapanmayıb və indiyənədək fəaliyyətdədir. Turne proqramını Türk Hava Yolları təqdim edir. Yeri gəlmişkən yahudilərə cümə günü axşamdan başlayaraq şənbə də daxil olmaqla işləmək qadağandır. Bəs o vaxt kim işləyir? Əlbəttə ki, ərəblər. Özü də 2 qat maaş alırlar. Çünki istirahət günü işləyirlər. I know you like them. That's it. Don't fight. Gördün mü? Düştü.
Karmel bazarı Tel-Əvivin ən böyük meyvə-tərəvəz satılan yeridir. Şəhəri duymaq, İsrailin kulinar ənənələrini tanımaq üçün bu bazara mütləq getmək lazımdır. Bura əsl şərq bazarıdır. Satıcılar müştəri cəlb etmək üçün dəridən qabıqdan çıxırlar. Azerbaycan. كان نعرف انكم Azerbaycan نعرف عزت شبك دونك نسوا على الشام وحياتي بمسوك براتيشي يعني ساينا هنا علام على Azerbaycan şamayna hana. Qardaş deyə görürsən. Sən Yahudisən, ya ərəbsən? Yarı-yarı. Yarı-yarı? Hepsi Yahudi, hepsi Arap. Yarım Ərəb, yarım Yahudi. Anam Yahudi, atam da Ərəbdir. Abu Arabi. Yes. تجد لك تجد لك Təhkil ərəbi? بحكي عربي بحكي. Bu qardaşın anası Yahudidir, atası isə ərəbdir, qarışıqdır. Və gördüyünüz kimi burada həm ərəbcə danışır, həm Yahudicə danışır. Hər şey yarı-yarı. Əla. Ver bakalım de. Bu artistik satıcının iki adı var. Ərəbcə Abdullah, Ovadiya Yahudicə. Ərəblər Abdullah deyir, Yahudilər isə Ovadiya müraciət eləyir. Abdullah, ticarət necə gedir? 5-ci gün, yəni ki, Şabat günündən bir gün əvvəl ticarət yaxşı olur, yoxsa yox? Şabatda hər yer bağlıdır. Ona görə də Şabat ərəfəsində ticarət qızışır. Hamı şənbə günü üçün tərəvəz, meyvə alır. Karmel bazarı turistlərlə doludur. Çünki burada ayaqüstü yemək yerləri çoxdur. Xaricilər ədviyyat, ceviz alırlar, fəlafil və digər fast food yeməkləri yeyirlər. İsraildə turistlər üçün çox gözəl bir xidmət növü var. 100 şekelə, təxminən 30 dollara bax belə bilet alırsan. Bu biletin üstündə müxtəlif kuponlar var. Bu kuponların hər biri insana restoran, kafe və yaxud hansısa balaca dükanlarda nəsə almağa imkan verir. Biz bayaqları yemək yedik, indi isə gəlmişik burada çörək məhsulları, bulkaların dadına baxmağa. Burada mənim bir kuponumu götürəcəklər və nəyinsə dadına baxacağım. Gördüyünüz kimi bir kuponu götürdülər, əvəzində bax belə bir şirniyyatdır, bilmirəm, yoxsa bulka verdilər. Yaxşı. Bakıdansan? Azərbaycan da bilirsən? Yox? Zabol ucu. Askолько lет? Neçə ildir ki buradasan? Mən 18 ildir ki, İsrailə gəlmişim. Spasibo. Bu qardaş Bakıdandır. Adın nədir? Orxan. Azərbaycan adı da özdə. Orxan. Amma Azərbaycanca bilmir. Artıq unudub o dili. Bunu hardasa göstərəcəklər. Da, Baku. Məndə evdə antenna var. Azərbaycan kanallarına baxıram. Əvvəllər Azərbaycan dilini bilirdin, indi isə unutmusan. Hə, unutmuşam. 18 ildir ki, buradayım. Bakıda harda yaşayırdın? Yeni Yasamal. Yeni Yasamaldan bura bir salam. Privet передавай Yeni Yasamalı. Because it's true. We are good. Bu əla yeməkdir. Buranın işçiləri əladır. Bax, əla acıqada almışam. Siz hardansınız? Mən Cənubi Afrikadan, Cape Town. Welcome. How do you like? İsrail necə ölkədir? İsraildə əla həyat var. Çətindir, amma əladır. Yeməkləri də çox dadlıdır. Hansı ölkə üçün çəkirsiniz? Biz Azərbaycandanıq. Bəs İsrailə gəlməyə qorxmadınız? Yox. Bura çox təhlükəsiz bir yerdir. Qorxu insanın beynindədir. Qorxmaq lazım deyil. Karmel bazarına yaxın şəhər küçələri cümə günləri böyük yarmarkanı xatırladır. Əl işləri, bəzək əşyaları, müxtəlif suvenirlər, əksəriyyətini də satıcılar özləri düzəldiblər.
İsrailli Vanessa May-dir bu. Gün batır, mağazalar bağlanır, iş dayanır. Bu isə o deməkdir ki, artıq Şabat başlayıb. Şalom Şabat. Cümə günü Şabatın gəlişi ilə əlaqədar yerlilər mənə dedilər ki, dəniz qırağında çox maraqlı bir mərasim baş tutur və indi mən o mərasimə tələsirəm. Mərasimin 30 ildən çox yaşı var. Bütün İsraildən təbilçilər Tel Avivin dəniz qırağına toplaşıb Şabatın gəlişini qeyd edirlər. Bir çox müasir şəhərlərdə olduğu kimi Tel Avivin də gecə həyatı çox rəngarəngdir. Yatmayan şəhər. Bu epitet Tel Avivə də aiddir. Şəhərdəki çoxlu barlar, disko klublarda həyat gecə saat 11-dən sonra canlanmağa başlayır. Bu yerlərin daimi ziyarətçilər sırasında keçmiş SSR respublikalarından gələnlər üstünlüyü təşkil edir. İsrail balaca ölkə olsa da, burada görməli, gəzməli yerlər çoxdur. Təsəvvür edin, bu ölkənin cəmi 22 min kvadrat kilometr ərazisi var. Lakin İsrail qədim şəhərlərin, tarixi abidələrin, dini ziyarətgahların sayına görə dünyada bəlkə də birinci yerdədir. İsrailin 3 dənizə çıxışı var. Aralıq dənizi, Ölü dəniz və Qırmızı dənizə. Hayfa şəhəri də Aralıq dənizi sahilindədir. Vaxtilə bu şəhər Karmel dağı ətrafındakı kiçik bir kənd idi. Uzun müddət bu yaşayış məntəqəsi Akko və Qeysəriyyə kimi mühüm şəhərlərin ətrafında mövcud idi. Və yalnız 20-ci əsrdə ingilislərin burada liman tikməsi şəhərin inkişafına səbəb oldu. İndi Hayfa İsrailin 3-cü böyük şəhəridir. Bəhai kompleksinin burada qurulması isə Hayfanı mühüm turizm mərkəzinə çevirib. Hamı bilir ki, İsrail ərazisində 3 din üçün müqəddəs ərazilər yerləşib. Lakin 4-cü din də var, Bəhai dini. Və çox maraqlısı da odur ki, tam təsadüf nəticəsində bu dinin də əsas ziyarətgahı məhz İsraildə yerləşib. 2001-ci ildə Hayfa şəhərində Karmel dağının ətəyində Ümumdünya Bəhai dini mərkəzinin açılışı oldu. Və indi hər il 1 milyondan çox insan bura gəlir ki, dünyanın ən gözəl şərq bağlarından birinə və Bəhai dininin yaradıcısı Babun mavzoleyinə tamaşa etsin. Bəhai bağlarında mərkəzi tikili, qübbəsi parlayan böyük binadır. Bu, heç də məbəd deyil bir çoxlarının fikirləşdiyi kimi. Bura Babun məqbərəsidir. Bəhai dini 1844-cü ildə İranda yaranıb. Onun yaradıcısı Bab 1850-ci ildə iyulun 8-də Təbrizdə mərkəzi meydanda güllələnib. Babun öldürülməsindən sonraki 20 il ərzində Bəhaullahın özünü peyğəmbər elan etməsinədək bu dini təlimin 20 mindən çox tərəfdarı edam edilib. Lakin repressiyalara baxmayaraq Bəhai dininə etiqad edənlərin sayı sürətlə artmaqda davam edib. Çünki yeni dinin prinsipləri çox cəlbedici idi. Qadın və kişi bərabərliyi, kasıblığın aradan qaldırılması, mütləq təhsil, spirtli içkilərdən uzaq durmaq, dini fanatizmdən və qumar oyunlarından imtina. İlk vaxtlar elan olunmuşdu ki, bu dində ruhanilər də olmayacaq. Amma din olsun və orada ruhanilər, din xadimləri olmasın, bu necə ola bilər? İsrail tam təsadüf nəticəsində Bəhai mərkəzi olub. Bəhaullahı təqib edən Osmanlı imperiyası uzun müddət elə bir ucqar yer axtarırdı ki, gedər-gəlməzə yola salsın və onu unutsunlar. 19-cu əsrdə belə bir yer indiki İsrailin ərazisi idi. Bəhaullahı bura, Akko şəhərinə sürgün edirlər və 13 ildən sonra buradaca o vəfat edir. İndi sayı 5 milyondan çox olan bu dinə etiqad edənlər hər il Bəhai mərkəzlərini ziyarət edirlər. İsrailin ərazisindəki qədim şəhərlərdən biri də Qeysəriyyədir. Eramızdan əvvəl 30-cu ildə Roma sərkərdəsi Oktavian Avqust bu torpaqları öz dostu Çar İroda həvalə edir. Yəhudi Çarı İrod daha sonra Roma imperatoru olacaq, himayədarının rəğbətini qazanmaq üçün dəniz qırağında Stratonun qülləsi adlı Finikiya şəhərinin qalıqlarında yeni şəhər salmağı qərar alır və şəhərin adını dostu Oktavianın şərəfinə Qeysəriyyə qoyur. İndi bu ərazi İsrailin tarixi arxeoloji qoruğudur. Vaxtilə təmtəraqlı, möhtəşəm və varlı şəhər olan Qeysəriyyədən çox şey salamat qalmayıb. Antik Qeysəriyyə şəhərinin bir hissəsi artıq Aralıq dənizindədir. Bu şəhərdə Roma legionerlərinin əsas bazası yerləşirdi.
Qeysəriyyənin əsas əhalisi Suriya yunanlıları idi. Həmçinin şəhərdə çoxlu varlı yəhudilər də yaşayırdı. Qeysəriyyə Fələstinin əsas limanına çevrilmişdi. Şəhər çox gözəl planlaşdırılmışdı. Qeysəriyyənin küçələrinin altında çirkab suların axması üçün xüsusi kanallar çəkilmişdi. Xalq çörək və tamaşa tələb edir. Roma dövrünün şüarı Qeysəriyyə şəhərində də aktual idi. Çar İrod şəhərdə ilk növbədə böyük amfiteatr tikdirmişdi. Bu teatr 6000-ədək tamaşaçı tuturdu. Qüds şəhərinin dağıdılmasından sonra Qeysəriyyə bir müddət Fələstinin paytaxtı olub. Çünki bu şəhərdə çox mühüm dəniz limanı yerləşirdi. Limandan indi çox şey qalmayıb. Bir neçə sütun və üstündə İudeyanın prokuratoru İsa peyğəmbəri mühakimə edən Ponti Pilatın adı qeyd olunmuş lövhə. Məhz bu lövhə Ponti Pilat adında real şəxsin mövcud olmasını təsdiq edən yeganə arxeoloji tapıntıdır. Bu şəhər də Fələstin torpağındakı digər yaşayış məntəqələri kimi əldən ələ keçib. Romalıların, Bizanslıların, ərəblərin, xaçpərəstlərin növbə ilə hökmranlıq etdiyi şəhərin inkişafı 13-cü əsrin ortalarına qədər davam edib. Daha sonra Sultan Beybarsın rəhbərliyi altında şəhəri ələ keçirən məmluklar onu yerlə yeksan edirlər və Qeysəriyyə şəhəri düz 7 əsr xarabazara çevrilir. İndi bu şəhər yenidən doğulub. Artıq bəşəriyyət tarixinin gözəl bir abidəsi kimi. İsrailə həsr olunan daha bir proqramımız başa çatır. Növbəti buraxılışımızda biz sizi Şərqin fast foodu fəlafillə tanış edəcəyik. Qədim şəhər Akkoya səyahət edəcəyik və İsa peyğəmbərin möcüzələr göstərdiyi Tiberiya bölgəsini gəzəcəyik. Yenə də hardasa görüşərik. Salamat qalın. Turne proqramını Türk Hava Yolları təqdim etdi.